Salam, bugünə olan əsas xəbərləri dinləyirsiniz. Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-sinə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib. Atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb. Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır. Bunu Birləşmiş Ştatlar prezidenti Barack Obama nüvə təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında INSS Washington bürosunun müxbiri Qənirə Ataşovanın Azərbaycanla bağlı sualını cavablandırarkən bəyan edib. Azerbaijan, like many countries that participated, have already taken a number of steps. Azərbaycan bir çox ölkələr kimi vacib addımlar atıb. Hər bir ölkə öz milli tədbirlər planını irəli sürür. Bəzi ölkələr var ki, onların yüksək həddə zənginləşdirilmiş uran ehtiyatı var. Onlar bu ehtiyatı məhv etməyə razıdırlar. Bəzi ölkələrin mülki məqsədli nüvə zavodları olmasına baxmayaraq, bu zavodların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər təcrübəyə malik deyillər. Onlar bu təcrübəni xaricdən mənimsəyiblər. Bəzi ölkələr isə nüvə materiallarının qaçaqmalçılığında tranzit rol oynaya bilər. Onlar bizimlə sərhədlərə nəzarət və qaçaqmalçıları müəyyən etməkdə əməkdaşlıq ediblər. Azərbaycan coğrafi mövqeyinə görə bu prosesdə vacib tərəfdaş rolunu oynayır. And because of Azerbaijan's location, it's a critical partner in this process. 1993-cü ilin bu günü Kəlbəcər rayonu Ermənistan təcavüzkar qüvvələri tərəfindən işğal olunub. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, onlarla tarixi mədəniyyət abidəsi, muzey, istisu sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Amma indiyə kimi həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.